Demək, saat, neçə saat, hanı telefonu? Demək kızlar, saat 2:45. 2:45. Təbii ki, hamı kimi mən də yatıram. Çünki səhər tezdən işə getməliyəm, işə gedəcəm. Mən oğlum 3'e qalmış gəlmək yoxdan oyadır ki, dur çay içək. Bizim maksimum aktivite. Kimin belə balası var. Mənim oğlum saat 3'e qalmış, mən yatmağa qoymur ki, gəl çay içək. Yaxşı bir şey deyil də. Gedən bir yer sayada dur, gəl çay içək, dur. Bir də, bax deyirəm, içmirəm, yatıram. Gedib çay gətirib bölümdə durub deyir ki, bunun bir ətrinə bax. Oh, sana. Bunun bir qoxusuna bax. Məni durğuzub oturub bu dəqiqə mətbəxdəki gəl çay içək. Niyə? Mən bilmirəm. Siz bilmirsiniz. Bu mənə nəsə danışmaq istəyir. Sabahlandı mən işə getməliyəm deyə. Bu məni tuta bilməyəcək. Ona görə mən nəsə danışmaq istəyir. Mən Həqiqətən təxminən. düzmü deyirəm? Hə. Hı. 31-ci bölümdə danışacağıq. Bu mənə nəsə danışmaq istəyir deyə. Ona görə çayları süzüb, məni də oturtdurub yanında ki, gəl danışaq. Kamera açacağız. Heç danışıyorum, çək. Hangi kamera? Evet. Sən niyə qoymuşsan mən yatım? Çay içmək istədim. Bax, Çay iç. Məndə bir sənə xəstəlik var, artıq şey vərdişdir. Çay içirəm. Bunu sosial aktivite olaraq birinlə eləməliyəm. Yəni yaymalıyam. Birinlə bir qabaq-qabağa çay içim. Amma normalda olsa. Mən özəl bir şey deyildi. Yox, Ona sənə özəl kəsin. gedirəm mən. Gedirəm. Yox, sənə də özəl qismi də var. Məsələn, sənə özəl qismi nədir? Nədir? Sənlə qabaq-qabağa çay içirəm. Ya fərqi yox da mən olum kim olsun, amma yetər ki bir çarpatnyorun olsun da. Ana, sən də eləsən də. Kim elədi? Mən elə deyiləm. Tək çay içmək. Sevmədiyim adamdan. Tək çay içməyi sevəcəm. Yox, sevmədiyim adamdan. Tək çay içməyi şeydə sevirəm. Məsələn, kitab oxuyursan ya sən. Kitab oxumaq da tək axar. Çay içmək sevəcəm. Amma məsələn, söhbət eləmək olanda, bir şeylər Tamam da. danışmaq, gəlişməkdə olanda, onda mütləq yanında adam olmalıdır. Tamam da gecə saat 3'te mi olur bu? Arkadaş bunu aç. Tırnaqları qoyun. Yarılaram. Tırnakları yuxuluyam. Yuxuluyam. Sən şey çəkmirsən, mağazada məsələn bir şeylər düzəldəndə dırnaqlarını onu eləyə bilməyəndə, Yavaş. qoymayanda dırnaqlarını, Yok. onu çəkmirsən. Her bir şey yok. Kameranı dayandırıp onu eləyir, sonra təzə Keçən çəkir. səfər yarım saat bir dənə qəpik götürə bilmədim. Evdə qıraqdan baxıram, götürəcəm. Kızlar bizim de qəpik qabımız var. Bəzən olur ki qəpik götürə bilməyəndə qəpik qabını müştəriyə uzadıram ki buradan 10 qəpik götürün. Mükəmməl bir olay. İndi yazacaqlar ki nə məcburdur. Düz deyirsiniz. Haqlısınız. Nə məcburdur? Mən də Düz deyirəm. deyirsiniz, nə məcburdur? Mən dırnaqlar barəsində olan görüşümü söyləmişəm. Məncə dırnaqlar kesinlikle silah kateqoriyasına girməlidir. Yəni bildiyi silahlanmadır dırnaqlar. Dırnaqla birini cırmağa çalışırsan sən. Kızlar burada İmperial Şənli evin qabağında 4 yolda bir dənə qəşəng desert yeri var. Çox qəşəng tatlı desertdə, həm də qiymətdə çox sərfəlidir. Çox qəşəngdir orada. Yəni, ora gedirəm. Oradan indi gedib çayla içmək, kofeyle içmək bir şey alaram. Sabahınız xeyir.
Sağ olun. Buna verər sizə bir dənə. Hə. Qara verin. Bir manat idi. Kalsın paketi geçiyor. Tamam. Sağ olun. Aldım kızlar. Buna neçəndə dəfə də alıram oradan. Çox dadlı gəlir, çox xoş gəlir. Başqa desertləri falan da var. Sütlü falan desertləri var. Sonra şey var. Pudingləri var. Yəni xoş gəlir. Gedib indi bunu bəhbəhlə çayla içim. Ya çayla ya kofe. Kofe ilə içəndə belə şinyatları ürəyim bulanır. Mallarımız yerlə yeskandır. Bunların hamısını yerləşdirməliyəm. Öncə açıqdırı taxım. Kızlar, demək mən bugün niyə belə giymişəm? Bu köynəyimi xatırlayırsınız yəqin ki. O birisi digər iş yerimdə işləyəndə almışdım bunu. Sizə də çəkiliş eləmişdim bunun barəsindəki. Bunu alacağım, indi giyinməyəcəm. Şeydə geyinərəm, kostyumlar çıxandan sonra geyinərəm. Artıq bu günlərim ilk dəfədə geyinmişəm bunu. Bunu da niyə geyinmişəm? Əslində heç geyinmə fikrim yox idi. Dırnağıma da danışacağım sizə, hələm gözləyin. Hə, bunu bu günlərim mən çox qəşəng yerə dəvət almışam. Çox gözəl yerə. O qədər gözəldir ki, qızlar. İnanın, baxın. Mən oturub mənə bir 100.000 pul versəydilər ki, bəs get istədiyini elə, mən gedib o işi görərdim. Toç insanın beyninə girib xəyallarını necə belə opşu götürərdilərsə, mənim xəyallarımı o cür götürüblər. O qədər mənəm ki, hətta hamı onun linkini mənə atırdı ki, bəs sən bunları görübsən, sən bunu görübsən. Mən də artıq qərar verdim ki, bu günlərim, daha doğrusu padruqam zəng elədi ki, bəs görüşək, bəs çay falan içək. Mən də dedim ki, tamam, onda falan yerdə görüşək. Coffee shop'a gedirəm. Niyə ora gedirəm? Niyə iminlə oranı seçdim? Niyə bu qədər həyəcanlıyam və niyə bu qədər özənlə bəzənmişəm? Bu rəngi niyə geymişəm? Axşam ora gedəndə siz də görəcəksiniz. Həqiqətən də özünüz də görsəz deyəsiniz ki, bəs bu tam sənlikdir. Yəni bura tam mən eləsəydim o coffee shop'u, mən onu o cür də eləyərdim. Yəni nə altdan, nə üstdən o cür eləyərdim. Keçə indi dırnağıma dünənlərim xadnoymuydu, işə gəlməmişdim. Bir-iki dənə alması şeylər var idi, işlərim, güclərim var idi. Onları həll elədim. Bu arada dırnağımı həll elədim. Baxın, bu dəfə belə rəng elədim. Bu bir səhəməndə bu bir səhəmə cırmışam. Bunu da yanlış. Bunu da yanlış anlamayın qızlar. Bu evimdəki günlərimin eysidir. Yəni başqa yerə bax görürsüz. O dəqiqə başqa yerlərə yolsuz. Aklınızdan keçənləri bilirəm. Xeyr, evimdəki günlərimin eysidir. Baxın, evimdəki günlərimin eysi, bir dənə də kalp var burada. Yanlış anlamayın qızlar. Yanlış yerə yozmayın. Nəysə, getdim dırnağıma. Əslində başqa niyyətə, başqa rəngə getmişdim. Amma orada elə yerindəcə fikrimi dəyişdim. Bunu elədim. Qəşəng alınıbdı, hə qızlar? Belə, bu da belə. İndi keçək başqa bir məsələmizə. Nə aldırmışam? Qırmızı soğan. Buna qırmızı soğan deyirlər, amma bu yaysa mələkdir. Paltarıma da uyğunlaşır bu günlər. Patsiqat olduq soğana. Bunu niyə almışam qızlar?
Demək, mən əvvəl də bilirdiniz, mən 6 aydan bir, bu mənim həm qanıma görə çox qəşəngdir. Həm cildimə qəşəngdir, həm orqanizmama qəşəngdir, həm üzümün səpkiləri, parıltısı, hər şeyə bu mənə xeyirli olur. Həmişə kimi soğan suyu 6 aydan bir içirəm mən. Biri gəlir bu vaxta düşür, qanqanyan vaxtına, digəri də 6 aydan sonra. İndi, yəni ildə 2 dəfə eləyirəm mən bunu, 15 gün. Burada 15 dənə soğan var. Tam-tamını almışam ki, belə şey olmasın. Belə soğanları çıxmasın. Burada 15 dənə soğan var. Bu gündən başlayaraq 15 gün ərzində gündə bir dənəsini bunu mən ac qarnına içirəm. İndi səhər-səhər işə gəlmişəm, ac qarnınayam. İndi bir də hazırlayıb içim. Bir də bunu qabıqlı falan yuram. Qabıqlı falan eləyirəm də. Yəni indi bərabər eləyərik. Siz də görərsiniz. Hər gün səhər-səhər bunu 15 gün içərəm. Əgər eləmək istəyirsinizsə qızlar, motivasiya olsun. Elə durun bu gündən siz də başlayın. Şərt deyil ki, bu rəng soğan olsun. Normal evinizdəki soğan da ola bilər. İminlə bu rəng soğan olmağına gərək yoxdur. Amma bu rəng olsa bu daha faydalıdır, daha xeyirlidir də, onu deyirəm. Amma mən yəni elə olubdu ki, o birisi soğandan da eləmişəm. Yəni çox vaxt daşı o birisi soğandan eləmişəm. İndi nə edirəm qızlar? Qalxın. Sizə də motivasiya olsun. Elə bu gündən bərabərcə soğan suyuna başlayaq. Bu gündən də sayaq. 15 gün ərzində, yəqin ki, mənə izləyəndə axşamda, bu gündən, siz sabahdan başlayın. Baxın, mən bu gündən başlamışım, siz sabahdan başlayaraq 15 gün ərzində gəlin soğan suyu içək və özümüzdəki o dəyişikliyi bir-birimizdən bölüşək ki, necə bir faydasını gördük. Mən çox faydasını gördüyümə görə həmişə də bunu eləyirəm. Sizə də məsləhət görürəm ki, siz də eləyin. Normalda bunu bir səhər, bir axşamda eləyə bilərsiniz, o da yaxşıdır. Amma mən axşamlar eləmirəm, çünki axşamlar bilirəm ki, eləməyəcəm də, işdən gedirəm, başım qarışır. Səhərlər gəldim bura, indi baxın, bu malı falan rahatlayana qədər, bunu bir dəqiqə hazırlayayım, ilk öncə bunu içim, ondan sonra da şey eləyim. Mən düzdür, çox suala cavab vermirəm. Qızlar, sizdən xahiş edirəm. Bu soğan suyunun qaydasını bilən, faydasını bilən, hər kəs sual verənlərə mənim yerimə, mən əgər cavab verə bilməsəm işdən gücdən bağlı, bir-birimizə cavab verək. Çox xoşuma gəlir. Bəzən elə bir şey olur ki, xanımlar soruşur, o birisi xanım yazır. Deyirəm ki, ay Allah bundan razı olsun da, yəni çox sağ olsun ki, yazıbdır. İndi bu soğan suyunun faydasını da, qaydasını da kim əgər mən cavab verə bilməsəm, bir-birimizdən maraqlansaq, bir-birimizə köməkli şəkildə ötürək bunu içək. Meğer rüyanda başkaları varmış, ben seni bana yar olacak sandım. Meğerse dünyan. Baxın rənginə falan. Digər soğanlarla sarı rəngi alınır da, yəni bu rəng alınmır. Amma belə qırmızı soğan deyirlər, mən yasəmənrək deyirəm. Deyəndə keyfim açılır ona görə. Onlarla belə rəngi alınır. Bunda faydası onlardan bir tık daha çoxdur. Amma yəni o birisi də faydalıdır. Yəni iminli gedib bundan olmasa eləməyim də. O bir digər də faydalıdır. Bunun faydası biraz daha faiz olaraq daha çoxdur. İndi bu içəcək dərəcədə, bunu buz kimi içmək də olmaz bu arada. Çox soyuq da eləmək olmaz. Bunu şey eləyərik, biraz belə istinin ılığı halda bunu içməliyik biz. İçəndən də bir 5-10 dəqiqə sonra da yemək yeyəcəm. Demək qızlar, sizə bir izləyicimdən danışmaq istəyirəm. Bu arada özünə dedim ki, bəs bunu, hətta mən demədim, özü dedi ki, istəsən hekayəmi paylaşarsan, qoy insanlar da mənə baxıb motivasiya olsunlar. Çox da mehriban xanım idi, güləriz xanım idi. Məndən yaşca böyük idi, amma necə deyim, yəni özümü onun yanında şey hiss eləmədim də, yad hiss eləmədim. Xanım deyir ki, bəs mən ikinci dəfə ailə qurmuşdum. 2 dənə də qızım var idi.
qızlarım düzdür deyir, uşağı idilər, balacaydılar. Amma yenə də deyir, çox da ürəklərincə deyildi də. Mən də deyir, sözün əsl mənasında sevmişdim. Sevdiyim üçün də bəs ailə qurmuşdum. Çox da ilk başda da çox da mehriban, çox da xoşbəxt idi. Yaxşı ki seçimim o olmuşdu deyə düşünürdüm. Zaman keçdikcə deyir mənim uşaqlarımın dəcəllik vaxtına gəldi, çatdı. Deyir gedəsi yerim yox idi. Valideynlərim ikinci dəfə məni qəbul eləməzdilər. Yəni nə desəm də deyirdilər ki, bəs özün seçibsən get. Biz deyir köçdük, getdik, Rusiyada yaşadıq. Mən deyir apardı uşaqlarımla Rusiyada yaşadıq. Bu arada yoldaşı da, birinci yoldaşı da, yəni uşaqlarının atası da heç uşaqlarla maraqlanmırmış, heç belə axtarmırmış, soruşmurmuş ki, nə yeyirlər, nə içirlər, vəbşinə heç elə bir onun uşaqları deyilmiş. Xoş qədəm demiş, Azərbaycanda arvadını boşayanlar uşaqlarını da boşayırlar. Nəysə deyir, biz köçdük getdik, Rusiyada yaşadıq deyir. Mənə deyir, burada deyir, o qədər deyildi də, burada deyir, hardasa deyir, düzdür deyir, günüm gün deyildi, amma necə deyim, zülm eləmirdi də, incidirdi burada. Sonra deyir, ora getdik, orada deyir, sanki deyir, hər kəsdən uzaq, əlim heç ara çatmır. Zaten deyir, burada da deyir, mənə nə eləsəydi, onsuz da qayıdıb gəlsi yerim yox idi. Öz də bilirdi ki, mənim valideynlərim məni qəbul eləməyəcək də. Deyir ki, orada deyir, vapşı artırdı da, deyir, uşaqlarımın yanında deyir, mənə zülm eləyirdi, uşaqlarıma yemək vermirdi. Deyirdi ki, məsələn, uşaq deyirdi ki, acmışam da, deyirmiş ki, şeydir, incə yemədimmi, yeni yemədimmi, qoymurmuş uşaqlar yemək yeməyə. Deyir ki, o qədər canımdan bezmişdim ki, daha ölmək istəyirdim də, amma deyirdim ki, bəs mən uşaqlarımı qoymaram. Bir də deyir, uşaqlarımın gözünün içinə baxa bilmirdim ki, mən elədim də, onları bir növ bu bəlaya mən salmışam da. Mənim ucbatımdan onlar bu günlərim bu insanla bir evdə yaşamaq məcburiyyətindədirlər. Başladı deyir, məni incitdi, uşaqlarımı incitdi, gündən günə artırdı. Artıq deyir, o dərəcəyə gəlmişdik ki, o gələndə daha hamımız deyir, Smirna qalırdıq da. Uşaqlarım da deyir, mənə deyirdilər ki, bəs qaçaq gedək də, gəl qaçaq gedək, şeyləməyək. Bunun niyə biz dözürük ki, bu zülmünə də çıxaq gedək özümüzə bir həyat. Amma deyir, mən necə gedə bilərdim? Uşaqlarım balacaydı. Mən necə uşaqlarla başa çıxa bilməzdim. Azərbaycanda yəni ailəm falan qəbul eləməzdi. Mən deyir, oturdum, dözdüm. Deyir, inanın qızlar, mənə nə sözü təsir elədi, yəni qanım dondu da. Deyir ki, inan deyir bacı, şey eləyirdi deyir, yeməyi deyir, yemək bişirirdim. Deyir, yeməyi yerdi, ətin sümüyünü deyir, mənim qabağıma qoydu ki, sən buna layiqsən. Halbuki deyir, bir dəfə deyir, qabağından qayıtmırdım, söz-söhbət yaradacaq heç bir şey eləmirdim. Deyir, sümüyü qoydu qabağıma ki, sən buna layiqsən. Bu söz eşidəndə həqiqətən qanım donmuşdu da qızlar, nə yalan deyim. Yəni bu qədərmi olar bir insan? Uşaqlarım deyir böyüdü. Uşaqlarım böyüdü. Universitet falan deyir, yaşları gəldi. Oxudular deyir. İkisi də deyir, üzümü qara çıxartmadılar da deyir, oxudular. Öz savadlarına, yəni öz biliklərini oxuyurdular bu arada. Deyir ki, o ki deyir, uşaqlarım böyüdü. Uşaqlarım böyüyəndən sonra deyir, mənim üstümə gəlib məni döymək istəyəndə dayan. Sən mənim mamama vura bilmərsən. Keçdi də deyir, ikisi də qabağıma. Deyir, qız uşağı olaraq deyir, mənim əziyyətimi görüb onlar o qədər gücləndilər ki, həmişə deyir, mənim bir söz deyirlər ki, biz sən kimi olmayacaq. Deyir, o ki mənim üstümə gəldi, uşaqlarım əlini keçirdi qabağıma, əlini tuturdu ki, dayan, sən vura bilmərsən, sən mənim mamama əl qaldıra bilmərsən, mənim mamamın bir səhvi yoxdur, mənim mamamın bir dili belə yoxdur sənə cavab qaytarsın, sən onu incidə bilmərsən. Deyir, başladı bu özünü geri çəkməyə. Sonra deyir, uşaqlarım tutdu deyir mənim əlimdən, biz deyir o evdən çıxdıq. Biz o evdən çıxdıq deyir, getdik deyir, bir müddət kirədə qaldıq deyir, qızım deyir, universiteti qutarandan sonra deyir, işlədik, mən də deyir, işə qoydular, pover işləyirdim deyir, mən də orada. Deyir, mən də işlədim, qızım da işlədi, o birisi qızım oxuyurdu. Oxuduğuna baxmayaraq da evdə deyir, onlayn tuflilər falan satırdı, ayaqqabı tuflilər falan deyir, satırdı da, onlayn satış eləyirdi. İşlədik deyir, biz deyir, özümüzə deyir, Rusiyadan deyir, ev aldıq. Çünki deyir, Azərbaycana qayıtmaq istəmirdim. Rusiyadan deyir, özümüzə ev aldıq, orada da yaşadıq. Deyir, bir neçə ildir bura gəlmişik də. İndi deyir, oradakı evimizi satmışıq, gəlmişik bura. Buradan deyir, bir neçə ildir buradayıq deyir, buradan ev almışıq. Buradan deyir, davam edirik. Deyirəm, bəs o
Kişi hara getdi, nə oldu? Deyir ki, kişi hələ də ordadır, orada yaşayır. Arada bir deyir zəng gelir ki, bəs barışaq, mən gəlim ya sən gəl. Deyir artıq xanımın bu arada 60 neçə yaşı var idi. Yəni mənim mamamla paşti yaşıdıydı da. Deyir ki, şeydir, artıq deyir nə mənim deyir naz çəkəsə halım var, nə də deyir ehtiyacım yoxdur ki, kimisə kaprizini götürmədə. Qızlar, xanım bir belə gözəl, geyimli, kecimli, öz də məni izləyir buradan. Özündən dedim ki, bəs auram mənim o qədər xoşuma gəldi ki, auram mənə o qədər xoş təsir bağışladı ki, mənə deyir ki, bəs hər şey birdən-birə olmur da, bircə qırıq səbir lazımdır. Hər şey deyir birdən-birə olmur deyir. Əmin ol ki, bütün yaraların sağalacaq və deyir sən oturub deyir mənə kim deyəcəksən ki, mən necə aciz olmuşam, niyə susmuşam bəzi şeylərə. Çox şad oldum onunla tanışdığıma. İzləyicilərimlə görüşmək, tanışmaq mənim həm həqiqətən də çox ürəyimdə, çox xoşuma gələn bir şey olur. Onların yanında özümü rahat hiss edirəm. Bir də burada deyə bilmədiklərimi orada dərdləşirəm, orada deyirəm. Mənə deyirlər ki, bəs şeydir, çox maraqlı idi bizə. Ay da bu səbəbə, ay Allah deyir. Yəni burada məni qınayan kəslərə onlar başda ki, bax bilib bilmədən danışırlar. Nəysə o söhbətləri boş verək. O xanıma da təkrardan buradan təşəkkür edirəm. Yaxşı ki məni tapdı, yaxşı ki mənlə görüşmək istədi, yaxşı ki mənə həyat hekayəsini danışıb məni belə motivasiya elədi. Yaxşı ki mən belə bir xanımın var olduğunu, dünyada belə bir güclü xanım olduğunu bildim. Qızlarını da öpürəm, bağrıma basıram. Halal olsun elə qızlara. Mənə oğlumu xatırlatdılar. Allah cəmi qadınlarımıza qadın xoşbəxtliyi nəsib eləsin. İçində də sizlərə, mənə. Saat 9 işləyibdi. 9-un yarısında qızla kafedə görüşməliyik. 9 işləyibdi, mən çıxdım, o da çıxıbdı. Gedirəm dediyim yerə. İndi siz deyin, indi mən gedim oranı çəkim. Görün ora əsl mənlikdir ya mənlik deyil. Bu mənim rəfiqəm Bahar xanımdır. Biz bir-birimizlə iş yoldaşı kimi tanış olmuşuq. Əslində bir yerdə işləmişik. Dırnaqların hanay Bahar. Məsələn belə qoşub getməmişdim.
Biz bir yerdə işləmişdik, əvvəlki iş yerimizdə orada tanış olmuşduq. Bahar nətər qızdır? Baharın yanında bir məsələ var ya, deyirsən ki, yanında baş kəsərlər. Baharın yanında yəni heç kimə demədiyim bir şey danışırsan və ona demirsən ki, Bahar, bu heç kim bilməsin ha. Zaten Bahar onu heç kimə deyəsi qız deyil də. Ona görə onun yanında o qədər sərbəst, o qədər rahatam ki mən. Çox istəyirəm bu qızı, qəşəng qızdır, ürəyi də gözəldir, özü də gözəldir. Göz deyə çəkmirəm. Biz gəlmişik indi bura. Burada qəşəng görək, nə yeyirik, nə içirik. Sizə də çəkiliş eləyərəm. Bu yana. Kızlar, bura çok güzel, çok şirindi. Çok beğendim ben buranı həqiqətən. Çok hoşuma geldi. Hatta belə yerler falan da aile kimi ayrıblar. Subaylar başka yerde oturur. Aile... Ay Bahar, bəs biz niye burada oturduq? Ben bunu seçtim. Kızlar, çiləkli. Bahar da oraya seçti. Bahar, bacına qulluq elə. Ay kızlar, bunun güzelliğine bakın da. Çok qəşəng daxı. Çok qəşəng görkəm çox qəşəngdir, amma nə yalan deyim, servislərini bəyənmədik, servisləri 0 dərəcəsindədir. Məsələn, mənim podruqam məndən əvvəl gəlmişdi, ona heç yaxınlaşıb xoş gəldin deyən də olmadı. Sonra biz 15 dəqiqədən sonra özümüz getdik ki, salam aleyküm. Bəs biz bura gəlmişik, dedilər, hə, bizdə elə şey yoxdur. Özünüz gəlib götürsünüz. Tamam, özümüz götürək də, stolun üstündə menyu falan da heç nə yox idi. Nəysə, servislərini bəyənmədik. Bunu da gətirə başımıza çırpan kimi qoydular kafamıza. Özümüzə qulluq edirik. Amma genel olarak, görüntü olarak qəşəngdir. Bura gəlsəm görüntüsü üçün gələrəm. Hətta ofisant belə deyir ki, nə dedi Bahar? Sizi deyir hər 3 gündən bir burada Yox, gözləyir. dedi ki, sizin də geyiminiz bizə uyğundur. Mən də dedim ki, xüsusi geyinmişəm də, yəni qız da dedi ki, bəs bu ən sevdiyi rəngdir də, ona görə. Deyir ki, onda sizi hər 3 gündən bir sizi burada gözləyirəm. Gərək deyərdim, yox, sizin servisiniz mənim xoşuma gəlmədi. Ona görə də gəlməyəcəm. Bizə nuş olsun, bol-bol söhbətimizi eləyək, çayımızı içək. Çıxdıq artıq məkandan, çox gözəl vaxt keçirdik, çox gözəl söhbətlər elədik. Xeyli müddət idi görüşmürdük, düzdür WhatsApp yazışmamız olsa da belə üz-üzə görüşmürdük. Bir-birimiz üçün darıxmışdıq. Yaxşı ki görüşdük, yaxşı ki elə o məkanı seçdik görüşmək üçün. Məkanın gözəlliyi mənə bəs elədi. Oğlum gəldi dalımca, o gəldi götürdü. Burada artıq 11-ə qalmış olardı. Artıq oğlumla evə qayıdırıq. Burada da vlogumu tamamlayım. Gələn, izləyən hər kəsə təşəkkür edirəm. Videomu bəyənməyi, şərh yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.